İnşallah dua eləyəcəm. Mənim bu dualarımdan sonra bu videoya kim baxıbsa, inşallah amin yazsın. Bir dənə burada paylaşma işarəsi var. Çalışın ki, mənim videomu paylaşın ki, hamının qabağına çıxsın. WhatsApp-a, mən burada TikTok-a, hamısına paylaşın. Ayın 19-u inşallah Ramazan ayı girir. Allah'ın verirəm izzətinə xatir, Peyğəmbərin hörmətinə xatir. Bu Ramazan ayında Allah bir ay 30 gün oruç tutmağa bizlərə güc qüvvət versin. İnşallah amin deyək. Tutmayanlar da Allah Taala indi ehsan verən olacaq, iftar verən olacaq. Elə bil ki iftar vermirsən, elə bil ki oruç tutmusan. Elə adam var ki xəstədir, əziyyət çəkir, mən xəstəlikdən olmaz, dərman içir. Onlar da bilmək olar. Onlar da başa düşmək olar. Onlar da indi iftar da verir də inşallah. Cəmi iftar verənlərə Allah Taala iftarlarının ehsan verənləri Allahın qəbul etsin. Allah'ın verirəm Peyğəmbər Rasul Allah'ın hörməti ilə kim xəstəliklə tutulan xəstəliklər var, Allah'ın verirəm Peyğəmbər hörmətinə onlara şifa versin. Allah'a an verirəm bu Ramazan ayının hörmətinə, izzətinə, çətində olanları ilahi bu Ramazan ayında çətinliyi aradan keçsin, hasartlaşsın. İlahi sənə an verirəm Həzrəti Yusuf Peyğəmbər, Yaqub Peyğəmbərin qovuşduran ilahi əsirlər var, qəribdə olanlar var, neçə ildir gözləyirlər, qaçan gələcəklər. İlahi sənə an verirəm İmam Hüseyin ağanın hörmətinə, Həzrəti Yusuf Peyğəmbərin hörmətinə onları da qovuşdur. İlahi sənə an verirəm Peyğəmbər hörmətinə, Həzrəti Əlinin hörmətinə. Borcu olanlar var, çətindədir. Deyir, necə borcumu qaytaracağam? İlahi sənə an verirəm öz hörmətinə, öz haqqına, Həzrəti Əlinin hörmətinə, Peyğəmbərin hörmətinə onlar borcunu qaytarsın. İlahi sənə an verirəm Peyğəmbər hörmətinə, sənə an verirəm xanım Zəhranın ehtiramına, hörmətinə. Bu işsiz qardaşlarımız var, iş tapa bilmir, gedir hara gedir, iş alınmır. İlahi ya maddi çətinlik, maaş az verilə gedib işləyə bilmir. İlahi səni an verirəm xanım Zəhranın hörmətinə, xanım Zeynəb hörmətinə, Həzrət Ələmdar Əbərfəz ağanın hörmətinə onlara gözəl halal iş getir. İlahi səni an verirəm Həzrət Əlinin hörmətinə, xanım Zeynəb hörmətinə, xanım Zəhranın hörmətinə. İlahi gedir işi zəif gedir. İlahi o işi zəif gedənlər ruzu bərəkətin bol eləsin. İlahi səni an verirəm xanım Zəhranın hörmətinə, xanım Zeynəb hörmətinə. Neçə illərlə kirayə qalanlar var, evsiz olanlar var. İlahi səni an verirəm İmam Zaman ağanın hörmətinə, Peyğəmbər hörmətinə. Onlara gözəl, halal ev qismət elə. İlahi səni an verirəm xanım Zeynəb hörmətinə, İmam Hüseyin ağanın hörmətinə. Əskərlərimizi qoru, pənahında saxla. İlahi səni an verirəm Həzrəti Əbərfəz ağanın hörmətinə, qazilərimizə şifa ver. İlahi səni an verirəm İmam Hüseyin ağanın hörmətinə, şəhidlərimizə rəhmət elə, şəhidlərimizi İmam Hüseyin ağa ilə qonar qərar ver. Ailələrinə səbir ver şəhidlərimizin. İlahi səni an verirəm İmam Hüseyin ağanın hörmətinə, körpələri özün qoru. İlahi səni an verirəm Həzrəti Əlinin hörmətinə, cavanları özün qoru. İlahi səni an verirəm Peyğəmbər hörmətinə, yaşlıları özün qoru. İlahi səni an verirəm İmam Hüseyin ağanın, Kazım ağanın hörmətinə, xanım Zeynəb hörmətinə, xanım Zəhra hörmətinə. Dustaq olanlar var, Allah onları övladlarına, ailələrinə qovuşdur. İlahi səni an verirəm İmam Rıza ağanın hörmətinə. Qərib olanlar var, işdanıncan gedib. Allah qəribdə olanlarımızı İmam Rıza ağanın hörmətinə qoru. Onları pənahında saxla. İlahi səni an verirəm İmam Rıza ağanın hörmətinə, xanım Zəhra hörmətinə, bütün sürücülərimizi, maşın sürənləri bəlalardan, böhtanlardan, şərdən qoru. İlahi səni an verirəm xanım Zeynəb hörmətinə, xanım Zəhra hörmətinə. Bizim nə qədər dualarımız var, o duaları bizlərdən qəbul elə. İlahi səni an verirəm İmam Hüseyin ağanın hörmətinə. Bu 2026-da
Bu videoya baxanlar hamı İmam Hüseyn ağanı ziyarət eləsin, Həzrət Əbəlfəz ağanı ziyarət eləsin, Həzrət İmam Rıza ağanı ziyarət eləsin, Həzrət Əli əleyhissalamı ziyarət eləsin. İlahi amin.